Salam əziz dostlar, mən Ramin. Bugün sizlərə Facebook'da bəyənmə hiləsini göstərəcəm. Yəni bəyənmənin sayının artırılmasını göstərəcəm. Bunun üçün ilk növbədə siz Facebook səhifənizə daxil olmalısınız. Facebook səhifənizə daxil olduqdan sonra bəyən.az saytına daxil olursunuz. Daxil olduqda sizin qarşınızda belə bir pəncərə açılır. Pəncərədən sonra açıldıqda işlətmə qaydasını öyrədim sizə. Burada buraya sözünün üzərinə vurursunuz. Açıldıktan sonra sizi 5 saniye gözlədiləcək. Sonra 5 saniyeden sonra Props reklam söz gelecek. Onun üzerine basırıq. Bastıktan sonra tez buranı kapravat edip köçürürük. Köçürdükten sonra yani buraya gelip yapıştırırıq. Sabit edirik. Bunu biraz sürətlə eləmək lazım. Mən indi tuta bilmədim. Bunun üçün təzədən eləmək məcburiyyətindəyəm. Təzədən daxil oluruq. Baxın, indi daha dəqiqliyini görəcəksiniz. Aha. Podajdi. 5, 4, 3, 2, 1. Propust reklam eləyirik. Sonra tez buranı kapravat eləyirik. Vəssalam. Sonra yerdən geriyə qayıtırıq. Buradan çıxış eləsək olur. Yəni o daha lazım deyil bizə. Sonra buraya yapışdırırıq. Girişin üzərinə basır. Gördünüz? Bura mənim Facebook səhifəmə giriş eləməyi göstərir. Buradan giriş yapın üstünə basırıq. Gördüğünüz beğeni en çok 30'dur. Siz istediğinizi seçirsiniz. Mesela ben buradan profil şeklini seçirəm. Linkini kapravat edirik. Buraya yapıştırırıq ve beğenmeye başla. Bak. Beğenmeye başla. Burada beğenilir. Gözləyin deyir. Biz de gözləyirik. Şimdi ben bu 275'i sonradan eləmişəm. Yani bunu koşa alınır. Biraz gözləyək. Şimdi artık görürüz. 76, 77. Sırayla yavaş yavaş artmaya başlayır. En çok 30'du. Yani siz bunu test ederek yani artırabilirsiniz. Beğeni limitsizdir. İstediğiniz kadar bunu yoklayabilirsiniz. Yoklayın, orada bittik sözünü yazılana kadar bu devam edecek. Bu hələ beğenme gedir. Bir de nəzərinizə çatdırım ki, sizi beğenenler yalnız Türkler olacak. Yani buna Azərbaycanlılar daxil değil. Beğenilir ve beğeni işlemi tamamlandı. Böyle beğeni bitti. Bu kadar. Sonra təzədən yenə bu əgər sizə həmin sayfa eləməsə yenə həmin ikisini beğenip daha saytına girebilirsiniz. Girdikten sonra yenə istediğinizin mən də profil şeklini götürüm. Mesela başkasını götürebilirim. Mesela bunu götürək. Yani istediğinizi istediğiniz kadar görebilirsiniz. Burası burada linkini kapravat edip bura atmağınız bəsdir. Ara bir bu gələcək, yəni bu para oldu buradan başqa heç nə olmur. Bunu bura yazın. Yazdıq. Göndərin üstünə basırıq. Ha, başlanır, təzədən başlayır. Şimdi görəcəksiniz. Beğeni işlemi başlandı. Burada hata oluştu. Neyse ben səhv eləmişəm. Burada kim eləyə yani başkasını seçin. Sizdə əgər sonra da buna tekrar qayıda bilərsiniz. Sadəcə indi məndə neyse problem oldu. Onu yani önemli bir şey değil. Buradan ben bunu seçeyim. Atacak. Nasıl bir daha? Yani burada ben bunları eləyirəm ki, böyle sade görürsünüz. Bunu eləməyin bir kısa yollar vardı. Yani bunu eləmək üçün bir neçə şərt var. Bu şərtlər bunlardan ibarətdir ki, indi sizə bu like işlemi tamamlansın, sizə onları bir göstərəcəm. Aha, like işlemi başlandı. 12, 13 sonunda artır.
23 nəfər olduğu ki gördük. nəfər və tamamlandı. Tamamlandan sonra siz buradan çıxış edin. Yəni mən belə edirəm, sizə çox sadə görsənə bilər. Bunu eləməyin də bir şərtləri var. Yəni, bu şərtlər bundan ibarətdir ki, siz burada tənzimlənən bölmələrini keçib, burada izləyicilər bölümündən girməli və burada hamı açıq olmalıdır. Yəni ham olmalıdır bu. Arkadaşlar ola bilməz, yəni ancaq ham olmalıdır. Bunların hamısını ham elədikdən sonra ikinci bir şərt ondan ibarətdir ki, sizin yaşınız 18-dən yuxarı olmalıdır. Yəni əgər burada öz yaşınızı qoymuşsunuzsa elə də problem deyil. Haqqınızdan girib həmin yaşı təzədən böyüdə bilərsiniz. Doğrusu mən özümə 27 yaş qoymuşum, görürsünüz, 1988-ci il qoymuşam. Böyülsəniz sonradan bunu həminki vəziyyətə sala bilərsiniz. Yəni burada elə çətin problem yox. Bu qədər, bugünlük bu qədər. Çatdırmaq istədiyim bunlar idi. Sağ olun.